Düzgün qidanın boy uzanmasında ən böyük faktorlardan biri olduğunu bilirdinizmi? Amma bəs necə düzgün qidalanmaq lazımdır ki, boyunuz maksimum dərəcədə uzansın? Həqiqətən də bəzi qidalar boyunuzun artmasına kömək edirmi? Bu videoda sizə boyunuzun 5 sm-ə qədər artmağına kömək edə biləcək 7 ən təsirli qidanı təqdim edəcəyik. Amma bununla bitmir. Videonun irəliləyən hissələrində düzgün yuxu rejiminin və idmanın boy artımına necə böyük rollarının olduqlarına da diqqət yetirəcəyik. Xüsusilə də boyunuzun uzanmağına kömək olacaq 2 spesifik idman hərəkətini sizinlə paylaşacağım. Əgər boyunuzu artırmaq istəyirsinizsə, bu videonu sona qədər izləməyiniz faydalı olacaq. Hazırsınızsa başlayaq. Boyun uzanmasında düzgün qidalanmanın əhəmiyyəti böyükdür. Bədənimiz inkişaf və sümüklərin möhkəmlənməsi üçün müəyyən qida maddələri həyatı önəmlidir. Hər bir qidanın orqanizmə təsiri, boy artımına necə kömək etdiyini, ən yaxşı istifadə və digər qidalarla birləşdirilməsi barədə düzgün məlumata sahib olmalıyıq. 1. Süd və süd məhsulları. Süd, qatıq, pendir kimi süd məhsulları sümüklərin əsas tikinti blokları olan kalsium və D vitamini ilə zəngindir. Kalsium sümük toxunmasının güclənməsini təmin edir. D vitamini isə kalsium orqanizmdə daha yaxşı mənimsəməsini təmin edir. Bu iki qida maddəsinin birlikdə olması boy artımına böyük rol oynayır. Kalsium sümüklərin minerallaşmasını təmin edərək onları sərt və elastik edir. Bu da sümüyün daha uzun müddət sağlam qalmasını və uzanmasını asanlaşdırır. D vitamini isə kalsium bağırsaqlarından qana keçirməyə kömək edir. Yəni sümüklər bu mineralları daha effektiv istifadə edir. Süd məhsullarını səhər yeməklərində və ya gün ərzində kiçik porsiyalarla qəbul etmək daha faydalıdır. Məsələn, səhər qatıq pendir və ya süd içmək həm enerji verir, həm də sümük sağlamlığını dəstəkləyir. Gün ərzində əlavə olaraq süd məhsulları ilə zəngin qəlyanaltılar etmək də faydalıdır. Süd məhsulları ilə C vitamini zəngin qidalar portağal, kivi yeyildikdə kalsium mənimsəməsini artırır. Bu səbəbdən süd məhsullarını meyvələrlə birlikdə qəbul etmək sümüklər üçün ən yaxşı kombinasiyalardan biridir. 2. Yumurta. Yumurta tam protein mənbəyidir, yəni insan orqanizminin inkişafı üçün vacib bütün amin turşuları ehtiva edir. Boyun uzanması üçün protein zəruridir, çünki o əzələ və sümük toxunmasının tikintisi üçün əsas maddədir. Bundan əlavə yumurta D vitamini və biotik kimi vitaminlərlə zəngindir. Yumurta orqanizmdə hüceyrə yeniləməsini sürətləndirir, sümük və əzələ inkişafına dəstək olur. Biotin saç və dırnaqların sağlamlığını qoruyur. D vitamini isə sümük minerallasiyasını artırır. Yumurtanı səhər yeməyində yeyilməsi məsləhətdir. Çünki o bədənin gün ərzində enerji və zulan ehtiyacını qarşılayır. Həftədə 3-4 yumurta yemək optimal sayılır. Yumurta ilə tərəvəzlər. Yumurta ilə tərəvəzlər, pomidor, ispanak birləşdikdə vitamin və minerallar dəyəri artır. Bu həm də yeməyi daha doyurucu və balanslı edir. 3. Balıq. Xüsusilə samon və tuna. Balıq omega-3 yağ turşuları yüksək keyfiyyətli protein və D vitamini ilə zəngindir. Omega-3 yağ turşuları iltihabın azalmasına kömək edir və qan dövranını yaxşılaşdırır ki, bu da sümüklərin inkişafını stimullaşdırır. Omega-3 yağ turşuları sümük hüceyrələrinin fəaliyyətini artırır. Böyümə hormonlarının ifrazını təsir edir və sümük toxunmasını möhkəmləndirir. Balıqdakı D vitamini kalsium mənimsəməsini artırır və sümük sağlamlığını qoruyur. Balığı həftədə 2-3 dəfə qəbul etmək məsləhətdir. Ən yaxşı yağlı balıqlar, samon və tuna sobada və ya qril üsulu ilə hazırlanmaqdadır. Çünki bu üsullar sağlam yağların qorunmasına imkan verir. Balığı kalsiumla zəngin tərəvəzlərlə, brokoli, ispanakla birlikdə yemək daha faydalıdır. Vitamin C ilə zəngin meyvələrlə yeyilməsi də faydalıdır. Çünki bu vitamin kalsium mənimsəməsini artırır. 4. Tərəvəzlər. Tərəvəzlər xüsusilə yaşıl yarpaqlı tərəvəzlər kalsium, vitamin K, C vitamini və liflərlə zəngindir. Vitamin K sümük minerallasiyasında, C vitamini isə kollagen istehsalında əsas rol oynayır. Kollagen sümüklərin və əzələlərin əsas strukturlarından biridir. Vitamin C kollagenin sintezində iştirak edərək sümüklərin elastikliyini və sağlamlığını artırır. Vitamin K isə kalsiumu sümüklərdə toplamağa kömək edir. Tərəvəzləri gün ərzində əsas yeməklərlə və ya salat şəklində yemək məsləhətdir. Həftədə ən azı 4-5 dəfə müxtəlif yaşıl tərəvəzlərdən istifadə etmək tövsiyə olunur. Tərəvəzləri zülalla zəngin qidalar, ət, yumurta ilə birlikdə yemək daha yaxşı qida balansını yaradır.
5. Toyuq və mal əti. Toyuq və mal əti yüksək keyfiyyətli zülal, dəmir və sinik mənbəyidir. Zülal boy artımı üçün əzələlərin və sümüklərin inkişafına əsasdır. Protein əzələ toxunmasını böyüdür və sümük hüceyrələrinin yenilənməsini sürətləndirir. Dəmir qan dövranını yaxşılaşdırır, orqanizmin enerji səviyyəsini artırır. Sinik isə immuniteti gücləndirir və hüceyrə böyüməsini tənzimləyir. Əti əsas yemək kimi gündəlik pəhrizə əlavə etmək yaxşıdır. Həftədə 3-4 dəfə ət yemək kifayətdir. Əti tərəvəz və kompleks karbohidratlarla birlikdə yemək qida dəyərini artırır. 6. Qoz, fındıq və toxumlar. Qoz, fındıq və toxumlar E vitamini, maqnezium və sağlam yağlarla zəngindir. Bu maddələr sümük sağlamlığını qoruyur və hüceyrə yenilənməsini dəstəkləyir. Maqnezium sümük strukturunu möhkəmləndirir. E vitamini isə hüceyrələri sərbəst radikallardan qoruyur. Bu ümumi bədən sağlamlığını artıraraq boy artımına şərait yaradır. Gündə 1-2 ovuc qoz fındıq yemək və ya yemək arasında ara qəlyanaltı kimi istifadə etmək məsləhətdir. Qoz fındıq və toxumlar meyvələr və süd məhsulları ilə birlikdə istifadə edilə bilər. 7. Meyvələr. Portağal və banan. Meyvələr C vitamini, kalsium liflərlə zəngindir. C vitamini kollagen istehsalına kömək edir. Kalium isə əzələ sağlamlığını dəstəkləyir. C vitamini sümük və dəri toxumlarının yenilənməsinə mühüm rol oynayır. Kalium isə orqanizmdə su balansını tənzimləyir və əzələlərin rahat işləməsinə kömək edir. Meyvələri gündəlik olaraq xüsusən səhər və nahar arası qəlyanaltı kimi yemək faydalıdır. Meyvələr süd məhsulları və ya qoz fındıq ilə birlikdə yeyildikdə qidalanma daha balanslı olur. Bu 7 qidanı gündəlik həyatınıza düzgün qaydada daxil etməklə və digər sağlam həyat tərzi vərdişləri ilə birləşdirməklə boy artımınızı maksimum dərəcədə dəstəkləyə bilərsiniz. Yuxu və idman. Boy artımında yalnız qida deyil, həm də düzgün yuxu, fiziki aktivlik və boyu uzada biləcək məşqlər etmək çox vacibdir. Yuxu sadəcə istirahət demək deyil, bu orqanizmin özünü yenidən qurduğu hüceyrələrin bərpa olduğunu və ən vacibi böyümə hormonlarının ən çox ifraz olduğunu dövrüdür. İnsan yatarkən beyində yerləşən hipofiz vəzifəsi tərəfindən ifraz olunan growth hormon, yəni böyümə hormonu xüsusilə yeniyetmələr üçün həyati əhəmiyyət daşıyır. Bu hormon sümük hüceyrələrinin çoxalmasına və uzanmasına, əzələ toxumlarının böyüməsinə və bədənin ümumi inkişafına xidmət edir. Bəs bu hormon nə zaman daha çox ifraz olunur? Gecə saat 10-dan səhər saat 2-yə qədər olan zaman aralığı bu hormonların ən çox ifraz olduğu vaxtıdır. Bu dövrdə yuxuda olmaq və xüsusən dərin yuxuya keçmək böyümə hormonunun maksimum səviyyədə ifraz olunmasını təmin edir. Ona görə də gecə saatlarında televizora baxmaq və ya telefonda vaxt keçirmək əvəzinə bu saatlarda yatmağa üstünlük verilməlidir. Gənclər üçün 7-9 saat kifayətli yuxu olduqca vacibdir. Burada təkcə saatların sayı deyil, yuxunun keyfiyyəti də önəmlidir. Yatmadan əvvəl ağır yeməklərdən, kafein və şəkərli içkilərdən uzaq durmaq, otağı sərin və qaranlıq saxlamaq, dərin və fasiləsiz yuxuya nail olmağa kömək edir. Unutmayın, gec yatmaq və az yatmaq sadəcə yorğunluq yaratmır, həm də boy artımına birbaşa mənfi təsir edir. Düzgün yuxu rejimi sadə, amma son dərəcə güclü bir boy uzatma metodudur. İdman və fiziki hərəkətlər isə yalnız fit görünmək üçün deyil, boyun aktiv şəkildə uzanmasına da təsir edən əsas amillərdəndir. Sümük hüceyrələrinin böyüməsi və yenilənməsi üçün müəyyən növ təzyiq və fiziki stimul tələb olunur. Məhz bu təzyiq düzgün idmanla təmin edilir. Məsələn, basketbol, voleybol, üzüçülük, gimnastika, dartılma və sıçrayış məşqləri sümüklərə müsbət təzyiq edərək onların uzanmasını sürətləndirir. Bu növ idmanlar həmçinin onurğa sütununun duruşunu düzəldir və əyilmələrin qarşısını alır. Bu da boy vizual olaraq daha uzun görünməsini təmin edir. Üzüçülük xüsusilə effektivdir, çünki bütün bədəni işə salır. Onurğanı rahatlaşdırır, dartılmanı maksimum səviyyəyə çıxarır. Sıçrayış məşqləri, məsələn ip atılma və ya sadə tullanma, ayaq və onurğa sümüklərinə ritmik təzyiq yaradaraq onların uzanmasına yardım edir. Dartılma məşqləri isə səhərlər və ya yatmazdan əvvəl 10-15 dəqiqə olmaqla edilə bilər. Bu məşqlər onurğa dik durmasına səbəb olur. Ən effektiv dartılma hərəkətlərinə asılma daxildir. Bu asılma hərəkəti onurğanın çəkilə bilməsi üçün əla bir üsuldur.
İdman məşqlərinin davamlı və nizamlı olması çox vacibdir. Həftədə ən azı 4-5 gün gündəlik 30-60 dəqiqə məşq idealdır. Əgər bunu sabah saatlarında edirsinizsə, bədən günə enerjili başlayır və hormon səviyyələri də bu saatlarda daha aktiv olur. Əlavə olaraq yuxu ilə idman ilə birgə işlədikdə nəticə daha da effektiv olur. Yəni gündüz idman, gecə keyfiyyətli yuxu boy artımı üçün mükəmməl kombinasiyadır. Onu da qeyd etmək lazımdır ki, erkən yaşlarda, xüsusən yeniyetməlik dövründə qadınlarda 12-16, kişilərdə 14-18 yaşlarında boy artımı daha sürətli və effektiv olur. Bu yaş dövründə hormonlar aktiv işləyir və orqanizm boy artımına ən uyğun vəziyyətdədir. Böyüklərdə isə bu proses yavaşlayır və boy uzanması çətinləşir. Bu videoda boyunuzu 5 cm-ə qədər artırmağa kömək edən 7 qidanı və onların faydalarını araşdırdıq. Süd və süd məhsulları, yumurta, balıq, tərəvəzlər, ət, qoz, fındıq və meyvələr boy artımına önəmli rol oynayır. Ancaq unutmamalıyıq ki, yalnız qida deyil, həmçinin düzgün yuxu rejimi, idman və yaş da boyda artımında çox vacib amillərdəndir. Yeniyetməlik dövründə bu proses daha da sürətli baş verir. Düzgün həyat tərzi ilə siz maksimum nəticəyə nail ola bilərsiniz. Əgər video sizin üçün faydalı oldusa, abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə.